İkinci Şəhidlər Xiyabanında çəkiliş etmək qadağan edilib. Nəyə görə? Rəsmi səbəbi mən bilmirəm, amma mənim əlimdə video var. İndi birgə izləyəcəyik. Bunu yoldaşlardan biri mənə yollayıb. Orada çəkiliş apararkən həmin yerin bələdçisi etiraz edib. Dinləyək və onun əsaslandırmasını işləyək. Yok, problem yani Yani içeride video çekmeye niye itiraz ediyorum? Yani kabinler yok, problem yani o şey belə məsələsinin tək bir dənə şahid mazarının yanında durasan, kimsə şəkilini səsin buna icazə verilir. Amma ümumi şahidlərin qəbuli düşsün, ona icazə yoxdur. Ona görə ki, qabaq neçə nəfər bəzi adamlar vardı, görürsən onu paylaşırlar, ermənilər baxırlar, bunlarda bu qədər şahid var, ondan belə haz alırlar. o sayılar her yerde o məlumdur da. Onun nə dəxli var ki? Yani niye bu kadar problem yarattı? Salam aleyküm. Mənəm. Yəni eşitdiniz, hörmətli tamaşaçılar. Burada idarədə bilmirəm, qarovçu işin görür, yoxsa nə işin görür. Bu bizim ikinci Şəhidlər Xiyabanımıza nəzarət edən şəxs çəkilişə mane olur və o çəkiliş aparan yoldaşa da deyir ki, əsaslandırması belə olur ki, ayrı-ayrı qəbirlərlə, baş daşları ilə şəkil çəkirsiniz, çəkin, amma ümumi məzarlığı Şəhidlər Xiyabanı çəkməyin. Niyə görə çəkməyək qardaş? Üzr istəyirəm. Çünki ermənilər görə bilər. Bu qadağanın absurdluğu göz deşir. O baxımdan ki, bu gizli informasiya deyil. Bizim Qarabağda şəhid olan qardaşlarımızın nəinki adların, soyadların, sayları bəllidir. Hətta hansı yerdə anadan olublar, harada həlak olublar, şəhid olublar. Bu Müdafiə Nazirliyinin yazdığı, yaydığı, bütün dünyanın gördüyü informasiyadır. Burada nə qadağa qoyulur? Şəhidlərin sayı bəlli, adları bəlli, ünvanları bəlli. Ermənilər də bunu bilir, biz də bilirik, siz də bilirsiniz. Heç bir hüquqa uyğun, ağla uyğun, sağlam məntiqə uyğun əsaslandırma yoxdur, amma gördüyünüz kimi belə bir qadağa da qoyulur.